Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin yeni nəşr etdiyi 20 sınaq kitabından belə bir test tapışına baxırıq. Mövzu dünyanın çayları ilə bağlıdır. Xətti sxemə əsasən doğru olmayan bəndləri, yanlış bəndləri seçməyimizi istəyir. Deməli, xətti sxemdə bizə bəzi çaylar verilib və çaylara aid xüsusiyyətlər verilib. Biz bunlardan doğru olmayanını tapmalıyıq. Yəni, ilk olaraq çayları tanıyaq, hansı çaylardır? Deməli, 1 nömrəli çay Taxo çayıdır. 2 nömrəli çay deməli, Luara çayıdır. 3 nömrəli çay, deməli, Şimal dənizinə tökülür, Elba çayıdır. 4 nömrəli çay Polşadan keçir, Baltika tökülən Visla çayıdır. 5 nömrəli çay Şimal dənizinə tökülən Reyn çayıdır. 6 nömrəli çay isə, deməli, Ukraynadan Qara dənizə tökülən Dnepr çayı olacaq. Gəlin variantlara baxaq. Deməli, bizə deyir ki, 1, 3, 4, yəni Taxo, Elba və Visla mülayim işıqlanma qurşağında yerləşir. Bəli, bu doğru fikirdir. Bildiyimiz kimi 23.5 və 66.5 enliklərin arası mülayim işıqlanma qurşağıdır və bu 3 çayın üçü də, bəli, bu enliklərin arasında yerləşir. 3 doğru bənddir. Yanlış bənd istəyir bizdən. 1, 3, 5 mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. Deməli, 1 Taxodur. Elə digərlərinə baxmıram. Taxonun mənsəbi Atlantik okeana tökülür və bu subtropikin aralıq dəniz tipində yerləşir. Mülayim dənizi deyil, 2 yanlışdır. Yerləşiyi 3, 4, 6-ya deyir ki, yəni Elbaya, Vislaya və Dneprə deyir ki, yerləşiyi ərazi cavan platformadır. Bu yanlışdır. Deməli, bu Şərqi Avropadan axır və Şərqi Avropa cavan platforma deyil, qədim platformadır. Yəni, yanlış olduğu üçün bunu götürürük. Tranzit çay hesab olunur nə? 1, 5, 6, yəni Taxo, Reyn və Elba çayları, bəli. Bunlar tranzit çaylardır, doğrudur. 5-də deyir ki, 2, 4, 6 eyni okean hövzəsinə aiddir. Deməli, 2, deməli, Atlantik okeana tökülür, düzdür, Luara çayı. 4, Baltika tökülür, Atlantika aiddir, doğrudur. 6 nömrəli çay isə Qara dənizə tökülür, Dnepr, bu da Atlantika aiddir, doğrudur. Bizə yanlış bənd soruşur. 6-cı bəndə baxaq. Daxili dənizə tökülür, nə? 3, 4, 6. Deməli, 3 Elba çayıdır. Deməli, Elba çayı Şimal dənizinə tökülür. Şimal dənizi daxili deyil, kənar dənizdir. Avtomatik olaraq 6 yanlışdır. Amma 4-dən 6 deməli, daxili dənizə tökülürlər. Visla çayı Baltika tökülür, Baltik daxili dənizdir. Dnepr çayı isə Qara dənizə tökülür, Qara dənizə daxili dənizdir. Amma 3 nömrəli çay isə, Elba çayı isə Şimal dənizinə tökülür, bu daxili dəniz deyil. Yanlış cavab soruşduğuna görə 2, 3, 6 olacaq cavabımız deməli D bəndi.